Bismillahirrahmanirrahim. Sizi salamlayıram əziz, dəyərli izləyicilərimiz. Bugünkü mövzumuz İslam əxlaqının cəmiyyətə təsiri haqqındadır. Bu çox böyük, geniş bir mövzudur. Haqqında çox gözəl və uzun-uzadı nöqtələr söyləmək olar. Dəyərli bir-birindən. Mən buradan başlamaq istərdim. İmam Sadiq aleyhisselamdan məşhur bir hədis var. Buyurur ki, 3 şey var ki, onlara riayət etməməyi Allah heç bir kəsə icazə verməyibdir. Onlardan birincisi, valideynlərə yaxşılıq etmək. İstər valideyn yaxşı olsun, istər də günahkar olsun. İstər əməli salih olsun, istər də günahkar olsun. Bu məsələ ümumiyyətlə ilk baxışdan sizə fərqli görünə bilər. Amma unutmayaq ki, cəmiyyət ailələrdən ibarətdir. Ailələrdəki düzgün əxlaq, düzgün tərbiyə və gözəlliklər mütləq bir ictimai və bir cəmiyyəti yaradan deməkdir. İkinci buyurur ki, əhdə vəfa eləmək. İstər yaxşı adam olsun, istər günahkar adam olsun. Yəni sənə bir kəs bir şeyi əmanət etdiyi zaman, istər söz olsun, sir olsun, istər də hər hansı bir əşya olsun, pul olsun, qızıl olsun. Əgər sənə bir şey əmanət verilibsə, onun sahibi yaxşı və pis adam olmasından asılı olmayaraq, onun əmanətini geri qaytar. Üçüncü buyurur ki, əhdə vəfa eləmək. Əhdə vəfa etmək yenə qarşı tərəfin istər pis adam olması, istər də yaxşı adam olması üçün heç bir fərq yoxdur. İndi bu saydığım 3 məsələnin hər biri cəmiyyətdə İslam əxlaqının nə qədər mühüm olduğunu göstərdi. Bu əxlaqda, bu tərbiyədə olan müsəlmanlar, möminlər, əhl-i-beyt dostları, cəmiyyətdə hər kəs savabkar, hər kəs övliya, hər kəs mömin deyil ki, gördüyünüz kimi hər cür insan var. Amma pis adamlar olmasına baxmayaraq, onlar sənə belə etibar eləsələr, bir əmanəti, bir əhdi, gərək sən ona riayət eləyəsən. Yaxud da ata-anan evdə sənə qarşı istər yaxşı adam olsun, istər pis adam olsunlar, istər günahkar olsunlar, istər də səvabkar, onlara yaxşılıq etməlisən. Əksini Allah izin verməyibdir. Və belə bir cəmiyyəti düşünə bilirsinizmi? Ki, nə qədər təsirli və nə qədər gözəl olur. Və əlbəttə, bu yaxşılıqlar, bu əxlaqla çoxlu pis adamlar da öz pis əməlindən peşman olub, doğru yola hidayət ola bilirlər. Başqa bir nöqtə, ibadət. İbadətlə əxlaqın vəhdəti. Məsələn, oruç tutmaq, namaz qılmaq, mənəviyyatın saflaşması kimi, insanın nəfsinin paklaşması kimi, eyni zamanda gözəl bir cəmiyyət yaradır. Yəni, düşünün, beləsi insanlar sayı artdıqca cəmiyyətdəki gözəlliklərin, tərbiyəli insanların, salih insanların sayı çoxalır. Mənəviyyatlı insanların sayı çoxalır. Başqa bir nöqtə, bu haqda qeyd eləmək olar, hər il keçirilən Aşura mərasimləri, Kərbəla dərsləri. Kərbəla dərsləri cəmiyyətə zülmə boyun əyməmək, haqsızlığın qarşısında susmamaq və baş verən pisliklərə biganə olmamaq aşılayır insanlara. Burasında qeyd edilək ki, yeganə mərasimdir ki, Aşura mərasimləri, məhərrəmlik mərasimləri, orada insanların
bütün təbəqələr iştirak edir. Yəni uşaqlardan tutmuş böyüklərə qədər, qadınlar, kişilər, yaşlılar, günahkar, savabkar, hər kəs. Ona görə oradakı Kərbəla dərsləri bütün cəmiyyətə aşılanmış olur. Bizim qeyd edəcəyimiz digər bir nöqtə isə İslam dinində buyurulan, xüsusilə Əhl-i Beyt tərəfdarlarının xüsusi qeyd etdikləri əmr bi məruf və nəhy anil münkərdir. Yəni yaxşılığa dəvət etmək, pislikdən isə çəkindirməkdir. Bu tərəfi olmayan cəmiyyət həqiqətən günbəgün tənəzzülə, əxlaqi tənəzzülə və pisliklərin artmasına doğru gedər. Düşünün, bizim cəmiyyətimizdə fərz eləsək, əgər 2 dənə gənc hər hansı bir xəta eləsə, səhv və pis bir iş görsələr xalqın içində, ona bəlkə də yüzlərlə ağsaqqal, ağbirçək taparsan ki, ona gələr nəsihət elər, oğlum bu işi görmə, qızım bu işi görmə deyər. Və bu qapı 1400 ildir açıqdır. Yəni, pislikdən çəkindirmə təfəkkürü var. Pislikdən çəkindirmə aşılanıbdır insanlara, müsəlmanlara. Ona görə də mənə nə, sənə nə fikirləri müsəlman cəmiyyətlərində, xüsusilə müsəlman cəmiyyətlərində keçərli sayılmır. Bir də niyə sayılmır? Çünki gözəl bir misal var. Deyir ki, qayıqda əgər bir neçə nəfər suda üzərək yol gedərsə və biri öz stolunu qalxıb, baltasını götürüb qırarsa, insanlar ona etiraz etdiyi zaman deyərsə ki, sizə nə, mən öz stolumu qırıram. Necə ki, bu sözün mənası yoxdur, ona deyərlər ki, doğrudur, sən öz stolunu qırırsan. Amma buradan çıxan su, qayığın içinə dolan su hamımızı batıracaq. Yəni, cəmiyyətdə baş verən pisliklərə göz yumulsa, sabah sənin öz övladının da tərbiyəsinə pis təsir qoyacaq, sənə də və s. və ilə axır. Ona görə İslam müsəlman cəmiyyətlərində İslam əxlaqı elə bir nöqtələr söyləyib ki, elə bir qanunlar söyləyib ki, hamı birlikdə Allahın lütfü ilə bu pis şeylərdən çəkinməyə çalışır. Və yaxud yaxşılığa əmr etməyə götürək. Yaxşılığa əmr etmək, dəyərli müsəlmanlar, yaxşı nə zehninizə gəlirsə, ehsan etmək, ehtiram etmək, fədakarlıq etmək, bütün bunların hamısı yaxşılıq sifətləridir. Və pislikdən çəkindirməkdən əlavə bir də gözəlliklərə dəvət var. Yəni, təşviq eləmək var ki, ehsan verilsin, təşviq eləmək var ki, böyüklərə, ağsaqqallara, ağbirçəklərə ehtiram olsun və s. və ilə axır. Və bunların hamısı birlikdə gözəl bir cəmiyyətin formalaşmasına və yaxud da formalaşmış bir gözəl cəmiyyətin qorunmasına xidmət edir. Odur ki, İslam dinində gördüyünüz kimi elə bir tapşırıqlar, elə bir qanunlar, elə bir göstərişlər var ki, onlar tamamilə cəmiyyətə birbaşa təsir göstərir və insanların Allahın lütfü ilə salamat qalmağına, əxlaqi baxımından xüsusilə götürsək, salamat qalmağına xidmət edir. Sonda bir nöqtəyi də deyim ki, dəyərli müsəlmanlar, şübhəsiz ki, Allaha olan güclü iman insanı islah edir. İslah olan insan isə birinci özünü tərbiyə edir, birinci özünü qurtuluşa çatdırır, belə deyək. Sonra isə digər insanların da hidayət olmasına Allahın izni ilə səbəb olur. Çox sağ olun, təşəkkür edirəm diqqətiniz üçün.